Uşaqlar salam. Deməli, bugün Elsəvər Vəliyevin Riyaziyyat Məntiq kitabı 4-cü, 5-ci siniflər üçün. Baxaq, deməli, mən LGS-lərimi başlamaq istəyirəm. Mhm. Bir. Birinci testlə başlayırıq. Deməli, 15205, 15055 verilən bərabərsizlikdə boşluğa aşağıdakılardan hansı yazıla bilməz? Deməli, 15205-dən kiçik olmalıdır. Deməli, 15255 ola bilməz. 15055-dən isə böyük olmalıdır. O zaman bu aralıqda hansı yazıla bilməz? Elə yazıla bilməz deyir D variantı. Birinci test 15070 olar. 15100 olar, 15199 olar. Banının kasasında 18 ədəd 10 qəpiklik, 11 ədəd 20 qəpiklik, 10 ədəd 50 qəpiklik var. Buna görə banının kasasında neçə manat pul var? 18 ədəd 10 qəpiklik, 18 vur 10, bu olur 180 qəpik. 11 ədəd 20 qəpiklik, 11 vur 20, 220 qəpik. 10 ədəd 50 qəpiklik, bu da bizə verir 500 qəpik. Toplayırıq bunları. 180 üzərinə 220 üzərinə də 500 əlavə edirik. Deməli, bura bizə verir 400. Üzərinə də 500 əlavə edəndə olur 900 qəpik. Bilirik ki, 1 manat 100 qəpikdir. Uşaqlar, 1 manat 100 qəpikdir. Düzdürmü? Onda 900 qəpiyi tapmaq üçün 900-ü bölürəm 100-ə. Bu da bizə verir 9 manat. Teatr biletinin qiyməti məktəblilər üçün 6 manat, böyüklər üçün 8 manatdır. 4-cü siniflərdən 22 şagird və valideyn üçün bilet alındı. Biletlərə cəmi neçə manat ödəndi? 22 şagird. Şagirdlər üçün ödəniş 6 manatdır. 22 vur 6, bu bizə verir 132 manat. 6 valideyn, 8 vur 6, 48 manat. Ümumi nə qədər pul ödəndi? 100, 132 üstə gəl 48. Bu da olur. Düzgün cevap A variantı. Hesablayın deyir. Bilirik ki, uşaqlar həmişə birinci mötərizə həll olunur. Sonra mötərizənin kənarında vurma, bölmələr, daha sonra isə toplama, çıxmalar. Birinci, 250-dən 180 çıxırıq, 70. İkinci, 200-ü bölürəm 2-yə, 100. İndi baxaq. Üçüncü, 600 çıxılsın 100, bu bizə verir 500. Dördüncüdə isə 500 çıxılsın 70, bu da bizə verir 430. Yəni düzgün cavab D variantı. Gəldik 5-ə. Aşağıdakı fiqurlardan neçəsinin iti bucağı var? Burada göründüyü kimi bütün bucaqlar düz bucaqdır. Burada iti bucaq var. Deməli 2 olar. Burada da iti bucaq var. 3-də olar. 4 yox. 5-də də iti bucaq var. 6-da da iti bucaq var. Düzdürmü? Neçəsinin iti bucağı var? Cavab olur 4. C variantı. 6-cı suala baxırıq. 155 dəqiqə uşaqlar. Biz bilirik ki, 1 saat 60 dəqiqədir. Düzdürmü? İndi neyniyək? 155-i bölək 60-a. 155-in içərisində 60 2 dəfə. 2 vur 60, 120. Yəni 2 saat 35 dəqiqə düzgün cavabımız olur B variantı. X üstə gəl 28 bərabərdir 55 olarsa 55-dən çıxıram 28-i x bizə verir 27. Gətirib burada yerinə qoyuruq. 135 böl 27 üzərinə də 80 əlavə edirik. 135 böl 27 5 üzərinə də 80 əlavə etsək cavabımız olur 85. Perimetri 84 metr olan düzbucaqlı şəklində bağın eni 17 metr olarsa uzunluğu neçə metr? Aha. Burada gəlin belə bir düzəliş eləyək. Yox. Bu testi düzəliş olun. Deməli, A, bu isə B-dir. Düzdürmü? Perimetri necə tapılır uşaqlar? 2 vurulsun A üstə gəl B. Yəni 2 vurulsun A üstə gəl B 84 olarsa 84-ü 2-yə bölsəm A plus B 42-dir. Düzdür? İndi n 17-dir. Yəni
A üzərinə 17 əlavə etsək 42, A-nı da uzunluğu da tapmaq üçün 42 çıx 17. Bu da bizə verir 25 C variantı. Hətta bizə desəydi sahəni tapın, 25-i vurardıq 17-yə. Daha sonra ədədi 5-ə vurub, hər hansı bir ədəddir, düzdürmü? 5-ə vurub, daha sonra üzərinə 100 əlavə edib, nəticədən 50 çıxdıqda 100 alınır. İndi geriyə gedirik. 100 üstə gəl 50, 100-ə buraya yazıram. Geriyə gediriksə üstə gəl 50 olur 150. Çıx 100. 150-dən 100 çıxırıq 50. Vur 5-dirsə böl 5, 50 böl 5. Bu da bizə verir 10. Geriyə əks əməllərlə. Rəqəmləri müxtəlif ən böyük rəqəmli ədəd 9, 8, 7. Rəqəmləri müxtəlif ən kiçik rəqəmli ədəd uşaqlar 102-dir. Uşaqlar çaşır 123 yazır, diqqətli olun. Bizdən də bunların fərqini istəyir. Cavab olur 885 A variantı. Paltar yuyan maşın paltarları 1 saat 55 dəqiqəyə yuyur. 14-14-də paltarları yuyub qurtarması üçün maşını nə vaxt işə salmaq lazımdır? Bunun üçün 14-14-dən 1.55-i çıxırıq. Deməli, necə çıxırdıq uşaqlar? 14-dən 55 çıxa bilmədiyimizə görə buradan 1 saat alırıq. Olur 13 saat. Aldığımız saatı dəqiqəyə çevirib 14-ün üzərinə əlavə edirik. 1 saat 60 dəqiqədir. Üzərinə 14 əlavə edəndə bu olur 13.74. İndi 13.74-dən 55 çıxırıq. Deməli, 74-dən 55 çıxanda 9, 19, 13-dən də 1, 12. Cavab olur 12, 19. Daha sonra Günay alma və armudları 4 vazaya yığdı. O hər vazaya 3 alma, 5 armud qoydu. Günay vazaları ümumilikdə cəmi neçə meyvə qoydu? Hansı məsələnin həllinə uyğun deyil. Yəni biz birinci istəsək 3 alma, yəni bir vazada 3 alma, 5 armud, 8 meyvə var. Düzdürmü? 4-ə vursa 30 gedir. A uyğundur. Ya da ki 4 vazadır. Düzdürmü? 4 vaza. O zaman nə edə bilərik? 4 vazanın hər birinə 3 alma qoyub, hər birinə 5 armud qoyub. Yəni B də doğrudur. Burada yerləri dəyişibdir. Bu da doğrudur. Ümumilikdə hansı uyğun deyil? Cavab C uyğun deyil. Çünki axı orada bunu vurub açsaq 4 vur 3 üstə gəl 4 vur 5 və ya 4 vur 5 üstə gəl 4 vur 3 fərqi yoxdur. Yəni 3 vur 5, 3 vur 4 orada doğru deyil. Burada nə edir? Deməli, hesablayırıq. Sırayla gedirik uşaqlar. 175 üzərinə 36 əlavə edirik. 1, 10, 11, 1 yadda 211. Düzdürmü? Daha sonra 211-dən sırayla çıxırıq. 155-i. Çıxırıq 155-i. Bu bizə verir 56. Daha sonra isə 56-nı bölürük 4-ə. 5-i 4-ə böldük. Bir dəfə. Düzdürmü? Qaldı 1. 16-nın içərisində 4. 4 dəfə. Bu da bizə verdi 13-cü testimizdə C variantı düzgün cavab. Aşağıdakı fiqur eyni ölçülü hissələrə bölünüb. Deməli, fiqur 1, 2, 3, 4, 5, 5 hissəyə bölünüb. Rəngli 1, 2, 3. 5-də 3 hissəsi rənglidir. A variantı və sonuncu 15-ci testimiz. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 80 alınan ən böyük ədəd. Uşaqlar, onluqlara qədər yuvarlaqlaşdırma deyirsə, onluqdan söhbət gedirsə, ən böyüyü tapmaq üçün qaydadır. Həmin ədədin üzərinə 5 gəlirik. Ən kiçiyi tapmaq üçün 4 çıxırıq. Yəni, ən böyüyü tapmaq üçün 80-in üzərinə 5 gəlirəm. Daha doğrusu, ən böyüyü tapmaq üçün üzərinə 4 gəlirik. 5 çıxırıq. Tərsinə yazdım. Düzəldim. Bir dəqiqə. Ən böyüyü tapmaq üçün üzərinə 4 gəlib, ən kiçiyi tapmaq üçün 5 çıxırıq. Deməli, burada əgər 100-lük desəydi, uşaqlar 100-lük. O zaman 50 çıxıb 49 əlavə edərdik. 1000-lik desəydi burada 500 çıxıb 499 əlavə edərdik. Deməli 80 üzərinə 4 gəlsək ən böyük 84-dür. Ən kiçiyimiz də 80 çıx 5 75-dir. Bizdən bunların cəmini soruşur. Bu da 84 və 75-i toplasaq 159, yəni 15-ci testimizin düzgün cavabı C variantı.